Vay 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 sen nə qəşəngsən belə, nə boydadır bu belə dostlar. Bu bizim yeni koloniyamızın yeni üzvüdür. Yəni paraya qıydım, sonunda aldım axır ki bunu. Salam dostlar. Ümid edirəm yaxşısınız. Bu gün kanalımız üçün növbəti videonu çəkirəm. Uzun müddətli işlərimlə əlaqədar başım qarışıq idi, yeni videolar çəkə bilmirdim. Bugünkü videonun məqsədi yeni sifarişlərimiz gəldi. Bunları bir-bir açıb sizə göstərəcəm, yeni fikirlərimi izah edəcəm, planlarımı göstərəcəm, sizlərə danışacağım. Siz də fikirlərinizi bildirərsiniz. Əgər videolarımı bəyənirsinizsə, kontentimi bəyənirsinizsə, kanalıma abunə olub mənə dəstək ola bilərsiniz. Başlayaq. İlk öncə onu deyim ki, videolarımın altında bu qarışqa koloniyalarımızın qidalandırması üçün unqurtları verirəm. Bu unqurtları haqqında bir neçə izləyicilərin fikirlərini bölüşdü ki, unqurtları niyə bəsləmirsən, onların yatağı, qidalanması, onların inkişafı. Bunu bildirim ki, mən unqurtlarını buradan alıram, uyğun qiymətə mənim üçün çox ucuzdur, yəni o qədər də vaxtım olmur açığı. Mən unqurtları ilə məşğul olum, onları qidalandırım. Çalışdığım qədər qidalandırmasını verirəm ki, ac qalmasınlar. Amma belə yəni bunlarla məşğul olmaq istəmirəm. Əsas hədəfim koloniyalara fikir verməkdir. Unqurdumuzu görürük, təxmini 5 slota aldım. Yaxşıdır, yəni mənim üçün qiyməti əladır. Bəli dostlar, ilk öncə başlayaq yeni sifariş elədiyim formikariumlara. Belə bir kiçik formikariumlar var. Bunların hamısını göstərim sizə. Belə bir balaca bir formikarium kimi almışam. Outward deyirik biz buna. Bunu sadəcə qidalandırmaları üçün istifadə edəcəm. Mən hamısını detaylı son anda birləşdirib göstərəcəm. 2 ədəd bundan zakaz elədim. Bəli, dediyim kimi 2 ədəd Outward belə bir qabımız var. Burada qidalandırmalarını eləyəcəm. Unqurtlarını qoyacam, şəkərli suları qoyacam. Burada isə 2 ədəd belə formikariumlarımız var. Qapaqları da var. Yəni qarışqaları test tüpü ilə bağlayacam buradan. Girişləri var. Və buradan artıq burada yaşayış, onların yaşayışları olacaq. Belə bir qapaqları da var ki, qaranlıqda onları rahat saxlaya bilim. Bu 4 dənəni birləşdirəcəm. Niyyətim odur ki, mənim 3 koloniyam var, Tetramorium cinsinə aid olan. Onları bu Outward'la birləşdirib yeni formikariumla keçirdəcəm. Bunların hamısını göstərəcəm. Növbəti videoda da daha detaylı izləyəcəksiniz bunları. Yəni özüm də düzəldə bilərəm. Elə bir hədəfim var açığı. Bir dənə özüm Outward düzəldim, ondan əlavə formikarium düzəldim. Bir dənə də belə fərqli bir şəkildə olsun. Siz də fikirlərinizi bölüşün. Başqa necə eləyə bilərik? Hansı daha maraqlıdırsa kanalda hansını görmək istəyirsiniz? Özümüz düzəldək, yoxsa sifariş verək üçün? Yəni fərqi yoxdur. O birisi şəkildə də eləyə bilərəm. Bu şəkildə də davam eləyə bilərik. Fikirlərinizi bölüşərsiniz. İndi isə keçək. Niyyətim nədir? Bunlarla necə istifadə edəcəm? Onları göstərim sizə. Bəli dostlar, artıq hazırdır. Formikariumu və Outward'u birləşdirdim. Sulğu da birləşdirdim. Belə göstərim sizə. Buradan test tüpünün girişini bağlayacağım. Buradan qapağını açsaq, yəni qarışqaları keçid edəcəyik bura. Mən bura Tetramorium cinsinə aid olan koloniyamı keçid eləmək istəyirəm. Buradan qapağını açıb qidalanmasını eləyəcəm. Unqurdunu, nə bilim, şəkərli su falan filan buradan da bunu verəcəm. Yəni belə bir kiçik mexanizm onlar üçün yaşam şəraiti düzəldirəm 2 ədəd. Siz də bəyənsəniz fikrinizi bildirin. Başqa özümüz də hazırlaya bilərik dediyim kimi. Əgər istəsəniz bir ədəd də ondan hazırlayıb bəyənsəniz, onda da sayını artıra bilərik. Mənim üçün daha əlverişli bunlardır. Hazır şəkildə bir-birinə keçidləri var, rahat. Bunların sayını artıra bilərik. Daha maraqlı koloniyaları. Təbii ki, bunun belə deyim, Camponotus cinsinə aid olan qarışqalarımızın ölçüsü böyük olduğuna görə, sayı böyük olduğuna görə bunlar balaca gələcək. Daha böyük formikarium zakaz edə bilərəm onlar üçün. Fikirlərinizi bildirin. Yeni videolar görmək istəyirsinizsə bu türlü koloniyamızın inkişafını bir yerdə eləmək istəyirsinizsə kanalıma abunə olun. Yeni izləyicilər varsa, yeni izləyicilər mənə dəstək ola bilər. Həvəsiniz varsa bu koloniyanı bir yerdə inkişaf elətdirə bilər koloniyaları. Sizə də hər cür köməklik eləyə bilərəm.
Bir yerdə böyüyə, bir yerdə inkişaf edə, kanalımızı böyüdək, fikirlərinizlə bölüşün. Vay vay vay, nə qəşəngdir bu belə. Bəli dostlar, yeni sifarişimiz Campanatus cinsinə aid olan ana qarışqamızdır. Çox qəşəng görsəniz, çox narahat eləmək istəmirəm, sizlər üçün göstərim. Bunu da koloniləşdirəcəyik, hələ ki yumurtası, pupası, larvası heç nə yoxdur. Yəni əlimə belə bu şəkildə gəldi, bunu biz inkişaf elətdirəcəyik. Biraz məlumat verim sizlərə, bu növ ana qarışqa Campanatusun digər cinsinə aid olur. Bizdə Campanatus bir ədəd ana qarışqamız var, koloniyamız var, artıq 10-a yaxın işçi qarışqası da var. Bu biraz həssas olduğu üçün bunu daha diqqətli şəkildə inkişaf elətdirmək lazımdır. Daha çox stressə yaxın bir ana qarışqadır. Bunu nə edəcəyik? Sakit bir şəkildə bu həmin test tublarının yanına qoyacağım, üstünü örtəcəm. Yəni bir müddət, 1-2 aya yaxın bunlar yumurta qoyurlar, gec inkişaf mərhələsindədirlər. Ona görə narahatçılıq vermədən bunu inkişaf elətdirəcəyik. Bəli dostlar, bu isə bizim ikinci ana qarışqamızdır. Bu Manica rubida cinsinə aid olan ana qarışqamızdır. Bu da təqribən ana qarışqanın ölçüsü 10-12 mm olur. İşçi qarışqaları isə təqribən 4-8 mm olur. İndi qismət olar inşallah bunu da yumurtalarını görərik. Bu tip videoları daha çox gəlməyini görmək istəyirsinizsə, videolar daha çox gəlsin istəyirsinizsə kanalıma abunə olun, videoları bəyənin. Fikirlərinizi, təbii ki, fikirlərinizi bölüşməyi unutmayın. Fikirləriniz mənim üçün önəmlidir. Növbəti videoda bizi nələr gözləyir? Növbəti videoda koloniyalarımızı göstərəcəm sizə. Onların qidalandırılmasını eləyəcəm, vəziyyətlərini göstərəcəm, son vəziyyətlərini. Belə bir xatırlatma da eləyim ki, artıq 90 abunə var kanalımızın. Az qalıb kanalımız daha çox böyüməyinə, inşallah 100 abunəyə özəl sizlərə yeni bir izləyicilər arasından bir nəfərə yeni ana qarışqa hədiyyə sözüm var zaten dediyim kimi. Dəstək olun kanalıma. Növbəti videolarda görüşərik.